Salam gözəl insanlar, necəsiz? Deməli, mənim üçün çox bir dənə maraqlı bir dənə tema var. Onu bu gün mən danışacağam. Kimdən soruşursan deyir ki, vəziyyət pisdir. Kimdən soruşursan deyir ki, vəziyyət gərgindir, vəziyyət belədir, elədir, nə bilim nə. Vallahi mən sizə bir söz deyim. Siz çox şeyləri başa düşmürsünüz, amma mən deyirəm indi başa düşün. Yəni başa düşməyənlərə aiddir də. Yəni ki, o hər kəsə aid deyil. O başa düşməyən insanlar ki var. Yəni mən istəyirəm ki, siz bu sözlərə diqqətlə qulaq asasınız və bundan nəticə çıxardasınız. Mən gör sizə nə deyirəm. Sizin bax kim deyir ki, vəziyyət pisdir? Gedin bir dənə atanızdan, ananızdan, babanızdan, nənənizdən soruşun. Soruşun, görün ki, qabaq deməli 20 il bundan əvvəl, 20 il, 30 il bundan əvvəl necə yaşayırdınız? Kimə desəz deyər ki, superdir hər şey. Kimdən soruşsaz deyər ki, əla yaşayırdım. Hər şey var idi, bolluq idi, nə bilim super idi, yaşayış əla idi, elə mehribançılıq idi, zat ora bura belə danışarlar. Hər kəsə deyər ki, qabaqki dövr heyf qabaqki dövrdən. Kimin ağzını axtarırsan deyir ki, çox heyf ki, qabaqki dövrdən, çox heyf qabaqki dövrdən. Əvvəllər nə yaxşı idi, əvvəllər nə yaxşı idi. Amma mən sizə bir söz deyim, əvvəllərin yaxşı olmağı mehribançılığın əlaməti idi. Mən sizə bunu dəqiq deyirəm. Əvvəllər mehribançılıq var idi, ona görə hər şey yaxşı idi. İndi bunu mən sizə sübutunu gətirmək istəyirəm. Bax indi hal-hazırda hər kəsin evində çörəyi var, soğanı var, duzu var. Hər şey hər kəsin evində var. Bu hər kəsin evində var. Yoxdur elə bir insan ki, evində soğanı, çörəyi, duzu olmasın. Hər kəsin evində bu ərzaq var. Düzdür? Okay. Qabaqlar. O bizim o dövr deyərdik, heyf o dövrdən. Həmən dövrdə bax indi hər kəsdən soruşun. Evinizdən hamısından soruşun. Biz qonşularımıza çörək barədə müraciət edərdik. Duz barədə, soğan barədə müraciət edərdik. Məsələn, qonşu deyərdi, mənə duz lazımdır, verərdik. Biz deyərdik ki, bizə çörək yoxdur, çörək verərdilər qonşular. Nə bilim, birinin soğanı yoxdur, soğan verərdi. Biri nə bilim yemək bişirərdi, gətirərdi. Biri hərə bir-birinə, biri çay istəyərdi, çay verərdi. Biri nə bilim duz istəyərdi, istiot istəyərdi. Nə bir-birinə köməklik eləyərdilər. Gözəl insanlar, əgərləri qabaqki dövr çox gözəl idisə, qabaqki dövr bolluq idisə, nə idisə, amma bizim evimizdə faktla götürəndə çörəyimiz yox idi ki, qonşudan soruşurduq. Düzdür? Bizim evimizdə çörək olsaydı, biz qonşudan deməzdik ki, mənə çörək ver. Qonşunun evində duz olsaydı, bizə müraciət eləməzdi. Düzdür? Okay, bu faktdır da deyirəm mən sizə. Bizdə soğan yoxdur, biz qonşudan soğan istəyirik. Soğanı yoxdur qonşunun, qonşu bizdən soğan alırdı. Yəni bir-birimizə belə köməklik, dəstək ola-ola biz yaşayırdıq. Bu gözəl insanlar qabaqki dövrün gözəl olmasını xəbər vermir. Qabaqki dövrün mehribançılıq olmasını xəbər verir. İndi mehribançılıq yoxdur, ona görə vəziyyət pisdir. Allaha and olsun ki, mən sizə düz deyirəm bunu. İndi hər kəsə düşməndir. Bir-birinin ayağını qazır, bir-birinin nə bilim dalıyca danışır. Düşməndilər də insanlar bir-birinə düşmən kəsilirlər. İnsanlar bir-birinə köməklik eləsələr super yaşayarlar. Ona görə bədbəxt millətdirlər. Ona görə də pis yaşayırlar. İndi dövr əla dövrdür. İndiki dövrdə hər kəsin evində çörəyi var, soğanı var. Qabaq deyirlər ki, qabaq əla idi. Qabaq nəyə əla idi? Aclıq idi. Qardaş, qabaq aclıq idi. Aclıq dövründə sən yaşamısan, sən xəbərin yoxdur. Sadəcə olaraq sənin o mehribançılıq, sizin o mehribançılığınız hər şeyi üstələyirdi. Hər şeyin qabağını alırdı, hər şeyin. Yəni mehribançılıq gör nə dərəcədə güclü idi ki, insanlar bir-birinə kömək elə-elə xoşbəxt yaşayırdılar. Gördünüz? İndi mənim sözümün üstünə gəldiniz, qabaqki dövrün o gözəl yaşaması, qabaq hər şey əla idi. O xoşbəxtçilik, o ancaq mehribançılıqda idi. Mehriban olmaq lazımdır, bir-birini sevmək lazımdır, bir-birini istəmək lazımdır, qonşu qonşuya nifrət eləməməlidir. İndi evinizdə şükür Allah, çörəyiniz də var, duzunuz da var, istiyotunuz, hər şey də var. Düzdür? Okay. Əgərləri bu halda sizin indiki dövrdə vəziyyətiniz pisdirsə, deməli günah sizin özünüzdədir. Niyə? Çünki düşmənsiniz bir-birinizə. Deyir ki, o birisi qalenvayen alıb, mən də bir samolyot almalıyam. O birisi maşın sürür, mən də sürməliyəm. Mən sürmürəmsə, deməli o da sürməməlidir. Bizim indiki niyyətimiz budur. Ona görə də gəlin mehribançılığı təzədən bərpa eləyək. Allaha and olsun, hər şey super. Özünüzə yaxşı baxın.